Salam əziz şagirdlər. Bugün 6-cı sinif 2-ci hissə riyaziyyat dərsindən səhifə 67-68-də olan tapşırıqların izahını verəcəm sizə. Səhifə 67-də başlayırıq. Uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqların xassələri. Uyğun tərəfləri paralel olan bucaqlar ya kongruentdir, yəni bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcəyə bərabərdir. Burada şəklə diqqətlə baxırsınız. Bunlar bir-birinə bərabərdir. Görürsünüz ki, ikisi də iti bucaqdır. Nəyə görə bir-birinə bərabər deyirik? Çünki baxın, bu tərəfə paraleldir. Uyğun olaraq da bu tərəfə paraleldir. Uyğun bucaqlar əmələ gəlir. Burada da həmçinin baxın, bununla bu düz xətt paraleldir. Bu düz xətt ilə də bu düz xətt paraleldir. Ona görə də burada bucaq 1 və bucaq 2 görürsünüz. Bucaq 1 itidir, bucaq 2 kördür. Bunların cəmi 180 dərəcədir. Eyni ilə uyğun tərəfləri perpendikulyar olan bucaqlar da ya kongruentdir, ya da 180 dərəcədir. 9-cu tapşırıqla başlayırıq. 9-cu tapşırıqda bizə deyir ki, paralellik əlamətinə görə nömrələnmiş bucaqların ölçüsünü tapın. Baxırıq. Deməli, A bəndini özü verib bizə. Bucaq 1 38-dir, bucaq 2 də 38-dir. Çünki deyir ki, uyğun tərəflər 2 paralel düz xətt 3-cü xətt ilə kəsişikdə uyğun bucaqlar bərabərdir. Burada uyğun bucaqlar əmələ gəlibdir. İkinci şəkildə isə görürsünüz, biri iti, biri kördür. Bunların cəmi bizə 180 dərəcə verir. Bunlar cəmi 180 dərəcə olan bucaqlardır. İndi biz burada baxırıq C variantına. C variantında şəklə diqqətlə baxırıq. Görürsünüz, burada yenə uyğun tərəflər paraleldir. Bu iki düz xətt bir-birinə paraleldir. Həmçinin uyğun olaraq bu düz xəttə paraleldir. Bu bucaqlar bir-birinə bərabərdir. İkisi də bucaq 1 bərabərdir 40 dərəcə. Burada cavabımız oldu 40 dərəcə. Keçirik D variantına. D variantında da bizə verib buranı 20 dərəcə. Baxın, burada bu düz xəttlər bir-birinə paraleldir. Biliyorsunuz, bu düz xəttlər paraleldir. Bu da onları kəsən 3-cü xəttdir. Bu bucaq ilə, baxın, bucaq 20 ilə bucaq 1 uyğun bucaqlardır. Görürsünüz, ikisi də paralel düz xəttin 3-cü düz xətt ilə kəsişməsində baxın, bu düz xətti görürsünüz gətirirəm. Bunun üzərinə düşəndə burada 20 əmələ gəlirsə, bunun da üzərinə düşəndə burada 20 əmələ gələcək. Bucaq 1 20 dərəcədir. Digər tərəfdən baxın, bunu silirəm. Bunu silirəm. Baxın, bu düz xəttlə paraleldir. Bunu 3-cü bir düz xətt gəlir kəsir. Bura düşəndə 20, burada düşəndə 20. Deməli, bucaq 2-də olacaq 20 dərəcə. E variantına baxırıq. E variantında dərsin əvvəlində bunu gördük. Yenə uyğun tərəfləri paralel olan düz xəttlərdir. Baxın, bu düz xətt də paraleldir. Həmçinin bu düz xətt də paraleldir. Bizə oxlarla göstərib. Deməli, bu bizim iti bucağımızdır. Bu da bizim kör bucağımızdır. Bucaq 1 ilə 110 dərəcə bucağın cəmi bizə verməlidir 180 dərəcə. Yəni, bucaq 1-i tapanda biz 180-dən çıxırıq. 110 dərəcəni edir 70 dərəcə. Bucaq 1 70 dərəcədir. Həmçinin burada bucaq 2-ni də tapa bilərik. Baxın, bu düz xətt ilə paraleldir. Gəlin buradan tapaq. Baxın, bu düz xətt ilə paraleldir. Bunlar 3-cü bir düz xətt gəlib kəsib. Bura düşəndə 2, burada düşəndə 110. Onda bucaq 2 bərabərdir 110 dərəcəyə. Buradan qeyd edirəm, bucaq 1 bərabərdir 70, bucaq 2 bərabərdir 110. Daha sonra bura baxırıq. Deməli, bu düz xəttə paraleldir. Bu düz xəttə paraleldir. Bu bucaq 1 ilə bucaq 63 bir-birinə bərabər olacaq. Digər tərəfdən bucaq 2-ni tapmalıyıq. Baxın, bucaq 2-ni tapmaq üçün də belə edəcəm.
Deməli, bu düz xətti uzada bilərik. Paralel düz xətti uzadıram. Baxıram ki, uyğun tərəflər paraleldir. Burada iti, burada da kör bucaq əmələ gəlib. Onda bucaq 1 ilə bucaq 2-nin cəmi mənə verməlidir 180 dərəcə. Bucaq 1-i də 63 dərəcə tapmışam. Onda bucaq 2-ni tapanda 180-dən 63 çıxacam. Edəcək 117 dərəcə. Bucaq 1 63, bucaq 2 117 dərəcə. Keçirik məsələ 10-a. Xizək sürüşmə yarışında xizəkləri paralel saxlayan idmançı daha sürətli irəliləyə bilir. İdmançının sürətinin ən çox olması üçün bucaq 1 neçə dərəcə olmalıdır? Xizəkləri paralel saxlayırsa, baxın, xizəklər paraleldirsə, xizəklər bu şəkildə paraleldir. Onları bir dənə qırıq-qırıq xətt görürsünüz, gəlib kəsibdir. Bu xizəyin üzərinə düşəndə 80 dərəcəli bucaq əmələ gətiribsə, bu da baxın onun çarpazıdır. Xarici çarpaz bucaqlardır bunlar. Xarici çarpaz bucaqlar. Xarici çarpaz bucaqlar bir-birinə bərabər olur. Bir-birinə bərabər olur. Onda 80 dərəcə bərabərdir bucaq 1-ə. Yəni bucaq 1 olmalıdır 80 dərəcə. 11-ci tapşırığa baxırıq. Şəkildə qeyd olunan bucaqlardan biri digərindən 2 dəfə böyükdür. Yəni birinə alfa desəz, 2 dəfə böyük 2 alfa olacaq o biri. Bu bucaqlardan böyüyü neçə dərəcədir? Şəklə diqqətlə baxsaz, bu düz xəttdə paralel olduğu üçün, bu düz xəttdə onları kəsən düz xətt olduğu üçün bucaq 1 və bucaq 2 daxili bucaqlardır, həm də bir tərəfli bucaqlardır. Yəni daxili bir tərəfli bucaqlar deyəcəksiniz. Daxili bir tərəfli bucaqlardırsa, cəmi 180 olmalıdır. Bucaq 1 üstəgəl bucaq 2 180 dərəcə olmalıdır. Bunlardan da birinə alfa, birinə 2 alfa demişik. Toplayanda 180 dərəcə. Yəni alfaları toplayıram. 3 alfa 180-dirsə, alfanı tapanda 180-i böləcəksiniz 3-ə. Alfa edəcək 60 dərəcə. Deməli bu bucaqlardan biri alfa idi, biri 2 alfa. Alfa 60-dır. 2 alfa 2 vurulsun 60 olacaq 120 dərəcə. Böyüyü oldu 120 dərəcə. Səhifə 68-dən davam edirik. Üçbucağın bucaqlarının cəmi. Bilməlisiniz ki, daxili bucaqların cəmi 180 dərəcədir. Birinci tapşırıq var burada. Bu tapşırığı yerinə yetirəcəyik. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bunu bilin. Baxın, bunlar hər biri daxildədir. Yəni 62 üstəgəl 70 üstəgəl m bərabər olmalıdır 180-ə. Mən 62 ilə 70-i toplayıram. Eləyir 132 üstəgəl m bərabərdir 180. M-i tapanda da neyinirik? 132-ni əks işarə ilə keçiririk bu tərəfə. O da edəcək 48 dərəcə. Burada m bərabərdir 48 dərəcə. Keçirik B variantına. B variantında da yenə həmçinin daxili bucaqları toplayıram. X üstəgəl 25 üstəgəl 122 bərabərdir 180 dərəcə. X üstəgəl 25 ilə 122-ni toplayıram. Eləyir 147 dərəcə bərabərdir 180-ə. X da bərabərdir 180-dən çıxırıq 147-ni. X edir 33 dərəcə. Yəni X bərabərdir yazıram 33 dərəcə. Keçirəm C variantına. C variantında da yenə mənə 3 bucaq veribdir. Amma burada bir dənə bucağımız var ki, baxın bu 90 dərəcədir. Artıq siz bunu bilməlisiniz. 90 üstəgəl 34 üstəgəl n bucağı bərabərdir 180-ə. Yəni 124 üstəgəl n bərabərdir 180. N-i tapanda 180-dən çıxacaq 124-ü. Buradan da n edəcək. 180-dən 124 çıxırıq. Edir 56 dərəcə. Bu da etdi 56 dərəcə. Keçirik D variantına. D variantında bucaqlar bizə verilib C 40 və yenə 40.
bərabərdir 180 dərəcə. S üstə gəl 80 bərabərdirsə 180-ə. S-ni tapanda da 180-dən çıxırsınız 80-i, S edəcək 100 dərəcə. Burada da bizim cavabımız olacaq 100 dərəcə. Səhifə 67-68-də olan tapşırıqlar bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.